Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin tabeliyindəki İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika İnstitutunun bazasında Riyaziyyat İnstitutu yaradılıb. Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə həyata keçirilən bu islahat nəticəsində Riyaziyyat və Mexanika İnstitutunun direktoru Sabiq Təhsil Naziri Misir Mərdanov vəzifəsini itirib. Mərkəz TV bu mövzuda maraqlı məlumat əldə edib. İddia olunub ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki iki institutun birləşdirilməsində əsas məqsəd keçmiş nazir Misir Mərdanovu cəzalandırmaq olub. 79 yaşlı nazirin son vaxtlar qalmaqallı açıqlamalarla gündəmə gəlməsi təhsil sektorunda narazılıqla qarşılanıb. Elm və Təhsil Nazirliyinin rəhbərliyi Mərdanovun tənqidi mövqeyinin digər vəzifəli təhsil işçilərinə də cəsarətləndiriləcəyindən ehtiyatlandığı üçün onu cəzalandırmağa qərar verib. Nazirliyin məsul şəxsləri kifayət qədər yüksək vəzifə daşıyan Mərdanovun rəhbərliyi altında tənqidçi mühitin formalaşmasını istəmədiyi üçün ona gözdağı vermək qərarına gəlib. Mərdanovun tənqidi çıxışlarından ürəklənərək təhsil sektorundakı problemləri dilə gətirən ziyalıların sırasından genişlənməsi profilaktik tədbirlərin qaçınılmaz edib. Qeyd edək ki, Misir Mərdanov həmçinin Ramiz Mehdiyevi tənqid edən şəxslər arasında da yer alırdı.